Tarixi asan və yadda qalan formada öyrənmək istəyirsən, elə isə bu 4 kiçik məsləhətə sona qədər qulaq as. Birinci məsləhət: mövzunu kiçik hissələrə böl. Tarixi bütöv bir şəkildə öyrənmək narahatlıq yaradır. Bunun üçün də onu müəyyən dövrlərə bölməklə asan formada öyrənə bilərsən. Belə olduqda həm sənin gözünü qorxutmaz. İkinci məsləhət: öz sözlərinlə danış. Sanki bir başqasına izah edirmiş kimi öz sözlərinlə danış və bu öyrənməni 3 dəfə daha yadda qalan edir. Üçüncü məsləhət: xronologiyanı sadələşdir. Sadəcə illəri əzbərləmə. Hadisə, səbəb, nəticə əlaqələrini quraraq hadisələri yadda saxla. Dördüncü məsləhət: tarixi vizuallaşdıraraq öyrən. Qrafiklər, şəkil, xəritə və sxemlərdən istifadə et. Çünki görərək öyrənmək mövzunu maraqlı edir. Unutma ki, tarixi sevməyin sirri düzgün üsuldur. Videonu davamlı olması üçün izləməyi unutma.